Hər birinizi salamlayıram. Bu günlərin biz sizinlə Azərbaycan SSR-in 2-ci Dünya müharibəsi illərində olan mövzu haqqında danışacağıq. Biz bilirik ki, 1939-cu ilin sentyabr ayının 1-də Almaniyanın Polşaya hücumu nəticəsində 2-ci Dünya müharibəsi başladı. Və həmin vaxtda nə idi? SSR ilə Almaniya müttəfiq idi. Biz bildik ki, 1939-cu ildə pakt bağlanır bunların arasında. Bunlar müttəfiq idilər. Amma 1939-1940-cı illərdə SSR Finlandiya ilə müharibə aparır, həmin o mühərriklər müharibəsində məğlub olur. Ondan sonra fikirləşir ki, Almaniya ilə bunu ələ keçirmək lazımdır SSR-ni. Yəni biz dedik axı, bu Edelweiss planı başqa şeydir, Barbarossa planı başqa şeydir. Edelweiss planı bizlə bağlı olan plan idi. Barbarossa isə birbaşa SSR ilə bağlı plan idi Almaniyanın. İldırım sürətli müharibə planı idi də, həmin o Barbarossa planı. Və digər Barbarossa planına uyğun olaraq 1941-ci ilin iyun ayının 22-sində Almaniya müharibə elan eləmədən SSR-yə hücum elədi və bununla da Almaniya nə oldu? Biz həmin vaxtda kimin tərkibindəydik? SSR-nin tərkibindəydik də. Ona görə də biz 2-ci Dünya müharibəsinə cəlb olunduq və eyni zamanda bizdə ümumi səfərbərlik elan olundu. Qeyd eləmişik ki, İngiltərə və Fransanın planları, bəli, dedik axı ilk vaxtlar SSR ilə Almaniya müttəfiq idi. Fikirləşirdilər ki, Bakı nefti almanların əlinə çatsa, Fransa ilə İngiltərə düşürdü. Biz daha tez məğlub olacağıq. Ona görə də Bakını aradan çıxartmaq lazımdır. Nə cür bombardman eləməklə. Yəni Bakını dağıtsaq, da almanların əlinə neft çatmayacaq. Bəli, hətta biz dedik ki, Fransa hərbi dairələri məruz eləyirlər 1940-cı ildəki Sovet İttifaqının neftinin 75%-dən çoxunu Bakı verir. Amma geniş müzakirələrdən sonra belə bir qərara gəldilər ki, Bakını bombardman eləməyə əvəzinə gəlin o Bakı neftini hara ilə gedir Almaniyaya? Qara dəniz vasitəsilə gedir də. Qara dənizdə sualtı qayıqlar vasitəsilə qoymayaq neft getsin Almaniyaya çatsın. Plan dəyişir. Hətta deyir plan dəyişilməsində Winston Churchill idi, Charles de Gaulle idi. Bunların xüsusi xidmətləri olmuşdu ki, yəni Bakını bombalamaq əvəzinə gəlin Qara dənizdə sualtı qayıqlar vasitəsilə imkan verməyək neftin gedib Almaniyaya çatmasına. Amma sonradan məsələlər dəyişir. Eyni zamanda biz Almaniyanın Edelweiss planı var ki, nə idi Edelweiss planı? Qafqaza hücum planı idi. Onlar fikirləşirdilər ki, biz sentyabr ayına kimi, 1942-ci ilin sentyabrına kimi Bakını tutacağıq. Amma istədikləri kimi getmir vəziyyət. Çünki 1941-ci ildə Moskva döyüşü baş verir. Həmin Moskva döyüşündə almanlar ağır məğlubiyyətə uğradılır və bununla da almanlar məğlub olmaz deyə bir mif var idi. Onları məğlub etmək mümkün deyil. Həmin mif dağılır. Qeyd eləmişik ki, 1942-ci ildə əsas hücum hədəfi. Yəni almanların əsas hücum hədəfi. Almanlara nə lazımdır? Yanacaq lazımdır, neft lazımdır. Neft əsasən hardadır? Qafqazlarda, Bakıda, Qroznoda, Maykopda. Bunları ələ keçirmək lazımdır. Ona görə 1942-ci ilin yayında əsas hücum hədəfi Stalingrad və Qafqaz istiqamətinə yönəltdilər. Nə idi fikirləri? Güya sentyabra qədər Qafqazdan keçəcəklər, İrandır, İraqdır, Bağdaddır, Hindistandır, bu əraziləri tutacaqlar. Yəni bunu arzu eləyirdilər. Və hətta deyirdilər ki, SSR ilə Azərbaycan əlaqəsini kəsmək üçün Xəzər-Volqa su yolu var, onu da tutmaq lazımdır. Yəni bir növ Qafqaz nefti idi əsas proses. Düz deyil, Stalingrad uğrunda mübarizəni də biz neft uğrunda böyük döyüş adlandırırıq. Çünki onların məqsədi Stalingrad yox, onların məqsədi Qafqazın neftini ələ keçirməkdir. Çünki Qafqaz nefti almanların əlində olsaydı, demək olar ki, Avropa istila olunacaqdı. Bəli, deyirik Edelweiss planına əsasən 1942-ci ilin yayında almanlar Qafqaz üzərinə hücuma başlayır. Həmin vaxtda nə idi? Cənubi Qafqazda ən böyük dövlət biz idik də, Azərbaycan SSR idi. Azərbaycan SSR-də deyirik hərbi vəziyyət elan olunur. Amma istədikləri kimi getmir. Çünki Stalingrad ətrafında dedik ki, onlar mühasirəyə düşdülər, təslim oldular. Ona görə də Qafqaz istiqamətinə hücumu dayandırırlar və 1943-cü ildə Şimali Qafqazda əks hücum yazmışıq. Bəli, artıq 1943-cü ildə Sovet ordusu Şimali Qafqazdan bunlar üzərinə əks hücuma keçir və həmin əks hücumda deyək ki, Azərbaycan milli diviziyaları da var ki, onlar xüsusilə fərqlənirdi. Hətta biz qeyd eləmişik ki, 700 min nəfər cəlb olunmuşdu. Bəli, təkcə Azərbaycandan 700 min nəfər cəlb olunmuş ki, digər yolunda hətta 300 mindən çoxu döyüşlərdə həlak oldu. Azərbaycan SSR-dən 120-dən çox vətəndaş Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş ki, onlardan da 42-si kim idi? Sırf Azərbaycanlılar idi. Və eyni zamanda yazmışıq Azərbaycan milli diviziyaları. Bəli, 1922-ci ildə 77-ci daha doğrusu diviziya yaradılır. İlk milli diviziyamız, yəni bizim 77-ci diviziya olmuşdu. Amma 1938-ci ildə SSR-də nə idi? Deyirlər, bütün milli hərbi hissələr ləğv edilsin. Ona görə ləğv edilmişdi, amma təzədən 1941-ci ildə bərpa olunmuşdu.
Deyir ki, bu da Qafqaz cəbhəsində hərbi əməliyyatlarda iştirak eləmişdi. Eyni zamanda Şimali Qafqazın azad olunmasında fəal iştirak eləmişdi. Bundan başqa 77-ci diviziya üçün bizim açar sözümüz var idi. Kul. Krım, Ukrayna və Litvanın azad olunmasında xüsusilə fərqlənmiş və Simferopol diviziyasının fəxri adını almışdı. Bundan başqa qeyd eləmişik ki, 1941-ci il 402-ci diviziya. Bəli, bu da Qafqaz uğrunda döyüşlərdə iştirak eləmişdi və hətta deyirik ki, bunun təchizatı biraz az olduğuna görə 416-cı diviziya ilə birləşmişdi. Daha sonra qeyd eləmişik 1941-223-cü diviziya. Bəli. Bu da deyirik Qafqazda başlamışdı öz fəaliyyətinə. Qafqazın, Ukraynanın, Yugoslaviyanın, Rumıniyanın, Bolqarıstan azad olunmasında yaxından iştirak eləmişdi və hətta Belqrad diviziyası adını almışdı. Belqrad da haraydı? Yugoslaviyanın paytaxtı idi. Oranın o Belqrad uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə Belqrad diviziyası adını almışdı. Eyni zamanda 1942-ci ildə 416-cı Tokanrok diviziyasından söhbət gedir. Məsələn, deyirik ki, bu da Şimali Qafqazın azad olunmasında böyük rol oynamışdı və bundan başqa Tokanrok şəhəri uğrunda gedən döyüşlərdə şücaət göstərdiyinə görə Tokanrok diviziyası adını almışdı. Və eyni zamanda 1945-ci ildə Berlinə daxil olan ilk hərbi hissələrdən biri olmuşdu. Nə dedik? Dedik ki, 416-cı Tokanrok diviziyası Brandenburg qapılarına qələbə bayrağını saçmışdı. Və eyni zamanda 1942-ci ildə 271-ci diviziyadan danışdıq. Bəli, bunun üçün də bizim açar sözümüz var idi. Puç. Yəni Polşa, Ukrayna və Çekoslovakiyanın azad olunmasında iştirak eləmişdi. Həmin bu 271-ci diviziya. Və eyni zamanda bura adlar yazmışıq. İsrafil Məmmədov, Yaqub Quliyev, Xıdır Mustafayev. Bunlar kimlər idi? Bunlar müharibə vaxtı, yəni bu Böyük Vətən müharibəsində ön cəbhədə fərqlənən Azərbaycanlılar idi. Məsələn, biz qeyd eləmişik ki, İsrafil Məmmədov. Bəli, nə idi bu? Deyir ki, Novgorodun Pustinka kəndi uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə ilk Azərbaycanlı idi ki, Sovet İttifaqı qəhrəmanı adını almışdı. Yəni ilk dəfə Sovet İttifaqı qəhrəmanı adını kim aldı? İsrafil Məmmədov. Harda? Novgorodun o Pustinka kəndi uğrunda gedən döyüşlərdə. Və eyni zamanda qeyd eləmişik ki, Yaqub Quliyev. Bəli, bu general idi. Deyir ki, Stalingrad döyüşlərində, eyni zamanda Moskva döyüşlərində fərqlənmişdi və 1942-ci ilin dekabrında Stalingrad ətrafında olan əks hücumlarda həlak olmuşdu. Eyni zamanda Xıdır Mustafayev var ki, bəli, bu da mayor idi. Ukraynanın paytaxtı Kiyev şəhərinin azad olunmasında xüsusi fərqləndiyinə görə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü. Sonra bizim məşhur təyyarəçimiz var idi. Adil Quliyev. Deyir ki, faşistlərin 18 təyyarəsini məhv eləmişdi. Ona görə də Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü. Daha sonra Qafur Məmmədov var. Bəli, deyir ki, Qafur Məmmədov Şimali Qafqaz uğrunda gedən döyüşlərdə şücaət göstərmişdi. Ona görə ölümündən sonra Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü. Bizim məşhur Ziya Bünyadov. Bəli, Polşa, Çekoslovakiyanın azad olunmasında şücaət göstərdiyinə görə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü 1945-ci ildə. Eyni zamanda Gəray Əsədov var ki, bəli, Rumuniyada döyüşlərdə nə etmişdi? Deyirik ki, sinəsini verir pulemyotun qabağına, öz döyüş yoldaşlarını xilas edir. Ona görə də buna Sovet İttifaqı qəhrəmanı adı verilmişdi. Eyni zamanda məşhur Yusif Sadıqov var idi. Berlin uğrunda döyüşlərdə Reichstagın alınmasında igidliyinə görə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü. Daha sonra qeyd eləmişik ki, Həzi Aslanov, bəli, Həzi Aslanov general idi. Hərb tarixində o deyirik indi biz Turan taktikası. Cinahlardan zərbə taktikasına görə xüsusi fərqlənirdi onun taktikası. Dedi ki, Stalingrad uğrunda döyüşlərdə bir neçə yeri azad elədiyinə görə 1942-ci ildə birinci səfər Sovet İttifaqı qəhrəmanı adına layiq görülür. Daha sonra Belarusiyanın eyni zamanda Baltik ölkələrinin azad olunmasına görə 1944-cü ildə ikinci səfər Sovet İttifaqı qəhrəmanı adına layiq görülür. Lakin onun sənədləri gizləndiyinə görə ermənilər tərəfindən onun sənədləri gizlənilir. Həmin o ikinci dəfə Sovet İttifaqı qəhrəmanı adını 1991-ci ildə alır. Eyni zamanda qeyd eləmişik ki, partizan hərəkatında fərqlənən Azərbaycanlılar. Bəli, əsasən bunlardan məşhurları kim idi? Cavad Həkimli, Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbralov, bunların hamısı haqqında biz məlumat verəcəyik. Məsələn, Cavad Həkimli 1944-cü ildə
Partisan dəstəsinin komandiri olmuşdu İtaliyada. Eyni zamanda Mehdi Hüseynzadənin komandiri idi. Deyirik ki, İtaliyada, eyni zamanda Yugoslaviyada faşizmə qarşı partisan hərəkatında yüksək iştirak eləmişdi. Daha sonra Mehdi Hüseynzadə var ki, bizim əfsanəvi qəhrəmanımızdır. Mikhailo ləqəbi ilə tanınırdı. O da Cavad Həkimli kimi İtaliyada, Yugoslaviyada faşistlərlə birlikdə qəhrəmancasına mübarizə aparmışdı. 1944-cü ildə həlak olur, çünki o qaçmışdı axı əsirlikdən. Ona görə Sovet İttifaqı qəhrəmanı adına o bəraət alandan sonra 1957-ci ildə layiq görülmüşdü və hətta məşhur Uzaq Sahillərdə filmi həmin Mehdi Hüseynzadəyə həsr edilmişdir. Daha sonra Armet Mişel ləqəbli Əhmədiyyə Cəbrailov var ki, bəli, o da deyirik Fransada partisan hərəkatında yüksək iştirak eləmişdi. Daniel Abdullayev ilə birlikdə Fransanın ən yüksək hərbi mükafatı var idi. Hərbi xaç medalına layiq görülmüşdü. Bundan başqa Vilayət Hüseynov var idi ki, bəli, o deyirik ki, İtaliyada faşistlərin lideri olan Mussolinin həbs olunmasında yaxından iştirak eləmişdi. Daha sonra bizim partizan hərbi həkimimiz var idi. Aliyə Rüstəmbəyova qeyd eləyə bilərik. Bundan başqa faşizm üzərində qələbədə Azərbaycan xalqının da böyük rolu olmuşdu. Məsələn, bizim devizimiz nə idi? Hər şey cəbhə üçün, hər şey qələbə üçün. Yəni özümüz yemirdik, özümüz geyinmirdik, hər şeyi cəbhəyə göndərirdik. Və eyni zamanda bizim də tək neftimizi deyə bilməliyik. Düzdür, neftimiz SSR-in 80% neftini biz verdik. Bundan başqa bizim o dövrdəki nənələrimiz gedirdilər, işləyirdilər. O dövrdə nə qədər insanlarımız aclıqdan tələf olmuşdu, uşaqlarımız. Çünki heç nə saxlanmırdıq da, nə çıxırsa məhsul hamısını cəbhəyə göndərirdik ki, biz ac qalsaq da olar, bizim döyüşçülərimiz orada ac qalmasın. Biz dedik ki, hətta 1941-ci ildə 23 milyon tondan artıq neft istehsal elədik ki, bu da neft sənayesi tarixində rekord həcmdə bir neft idi, 23 milyon neftdir. Nədir? Hamısı getdi almanlarla döyüşlərə. Hətta biz dedik ki, 75 milyonunu biz verirdik. Yəni SSR-də neft sənayesinə 110 milyon ton neft hasil olunursa, o 75 milyonu biz verirdik. Yəni təxmini 80% bizim payımıza düşürdü və ilk dəfə deyirik ki, neft sterlinlərini gəmilərin arxasına bağlayaraq daşımışdılar. Yəni Xəzər dənizində dünyada ilk dəfə olaraq. Bundan başqa biz deyə bilərik ki, məsələn silah istehsalı var idi ki, məsələn 1942-ci ildə təyyarə təmiri zavodu inşa olundu. Bundan başqa Bakıda 130 növ silah istehsal olunurdu. Məsələn onların ən məşhurları Katyuşka idi, Molotov kokteyli idi. Amma buna baxmayaraq, bir belə əziyyətimizə baxmayaraq bizə qəhrəman şəhər adı verilmədi. Hətta biz deyirdik ki, SSR üçün daha çox xeyir verirdik. Niyə? Çünki biz tranzit rolu oynayırıq. Məsələn İngiltərə olsun, ABŞ olsun, bunlar bizə ya SSR-yə yardım hardan göndərilir? İran vasitəsilə Azərbaycandan göndərilir. Yəni biz tranzit rolunu oynayırdıq. SSR-nin Böyük Vətən müharibəsində qələbə çalmasının başlıca səbəbi Azərbaycan SSR olmuşdu. Azərbaycan SSR-nin iki doğulları, nefti, əli qabarlı qadınları bunlar olmuşdu. Biz qələbə çalmışıq o döyüşdə. Sadəcə olaraq bizə qəhrəman şəhər adı verilməmişdi. Bəli, çünki kişilər çıxıb gedirdi döyüşə. Həmin dövrdə bizdə əhali sayı az idi. İndi 10 milyondur, 700 min adam az gəlir. O dövrdə 10 milyon əhali yox idi Azərbaycanda. Maksimum 2 milyon olsun. Bunun 700 min nəfəri demək olar ki, əhalinin yarısı getmişdi. Yəni 18 yaşdan 40 neçə yaşa kimi əhali döyüşlərdə idi. Yerdə qalan qadınlar idi, yaşlı qocalar idi. Bir də az yaşlılar, yeni yetmələr, 13, 14, 15 yaşında olan uşaqlar. Biz işləyirdik, zülüm çəkirdik, hamısı cəbhəyə gedirdi. Və eyni zamanda məsələn müharibə dövründə elm və mədəniyyətdə də müəyyən proseslər baş verir ki, biz deyirik ki, 1945-ci ilin martında Azərbaycan SSR Elmlər Akademiyası yaradıldı. Bu da bizim nə idi? Elmin inkişafına xüsusi təkan vermişdi. Və eyni zamanda bizim tanınmış mədəniyyət xadimlərimiz, elm xadimlərimiz cəbhə xətlərinə gedirdilər. Oradakı o döyüşçülərlə, əsgərlərlə görüşlər keçirirdilər, əhval-ruhiyyələrini artırırdılar onların. Yəni bunlar haqqında məlumat vermiyorlar. Eyni zamanda məsələn bunu da xüsusi olaraq vurğulamalıyıq ki, Yusif Məmmədəliyev var ki, bəli, aviasiya üçün yüksək oktanlı təyyarə bezinin o yaratmışdı.